Birləşmiş Ştatlar prezidenti Donald Trump Fox News-a müsahibəsində bildirib ki, İranın əsas nüvə obyektləri zərərsizləşdirilsə də, bəzi obyektlər hələ də mövcud ola bilər. Ola bilsin 3 əsas və əlavə bir obyekt var deyən Trump bütün ehtimalları nəzərdən keçirir. Digər tərəfdən İranda təxminən 400 kiloqram zənginləşdirilmiş uranın nəzarətdən çıxdığı deyilir. Bu isə ən azı 9 nüvə başlığı hazırlamağa kifayətdir. Ekspertlər ehtimal edir ki, bu uran ya dağıntılar altında qalıb, ya da gizli obyektlərə daşınıb. Biraz muammaya dönüştü, bir labirente dönüştü. Mesela örneğin bazı daha doğrusu gruplar bu 400 kilo uranyum başka ülkede de olabilir. Ülke derken genelde Rusya'ya işaret ediyorlar. Medvedev bir ifade kullandı. Dedi ki eğer İran'ın bir nükleer silahı yoksa, ya atom bombası yoksa ama bir dost ülkeden temin edebilir. Bunlar tabii ki biraz tehlikeli cümlelerdi. Ve şu anda biz bir cümle savaşın altındayız şu anda. Dikkat edin, şu anda cümleler savaşıyor. Füzeler atışlanmıyor. Beləliklə, İranın nüvə məsələsi yenidən qlobal təhlükəsizlik gündəmini zəbt edib. İran hakimiyyəti ölkənin nüvə obyektlərində quraşdırılan BMT-nin bütün müşahidə kameralarını söküb. Bu addım İsrailin və Birləşmiş Ştatların bombardmanlarına etiraz olaraq atılıb. Həmçinin bəzi İranlı mütəxəssislər İsrailin bir həftəyə yenidən İrana hücum edəcəyini bildiriblər. Bugün İran televiziyasında bəzi dırnaqarası ekspertlər çıxış edərək bildirirlər ki, İsrail onlara bir həftə içində hücum etməyi planlaşdırır. Bu isə tamamilə yalandır. Əgər İranlılar deyirsə ki, biz İsraillilər onlara bir həftə ərzində hücum edəcəyik, bu o deməkdir ki, onlar planlarımız barədə heç nə bilmirlər. Çünki onlar heç vaxt bizim nə zaman hücum edəcəyimizi bilməyəcəklər. Necə ki, iyunun 13-də onlara hücum edəcəyimizi də bilmirdilər. Onların bundan xəbərləri yox idi. Bəzi ekspertlər isə hesab edir ki, qarşıdurmanın yenidən alovlanması ehtimalı mövcuddur. Belə bir gedişat regionda vəziyyəti daha da gərginləşdirə bilər. Beynəlxalq güclər isə sabitliyi qorumaq üçün daha ciddi və balanslı diplomatik səylər göstərməlidir. Amerika Birləşmiş Ştatları başda olmaqla dünyanın aparıcı dövlətləri tərəflər arasında barışdırıcı mövqedən çıxış edərək ciddi bir sazişin əldə olunmasına nail olsunlar. Amma biz əksini görürük. Amerika Birləşmiş Ştatları və digər böyük dövlətlər də bu prosesdə sanki qızışdırıcı roldan çıxış edirlər. Ona görə də biz hər an İsraillə İran arasında növbəti bir gərgin mərhələnin baş verməsinin, münaqişənin, müharibənin baş verməsinin şahidi ola bilər və çox təəssüf ki, bu da bölgəni, regionu, təkcə region da deyil, dünyanı çox gərgin bir mərhələyə sürükləyir. İtmiş uran, bağlanan kameralar və sərt bəyanatlar. Regionda gərginlik artır, risklər böyüyür. Dünya isə bir sualla üz-üzədir. Bu dəfə diplomatiya savaşın qarşısını ala biləcəkmi?